Gürcüstanın Müstəqillik Günü münasibətilə Kutaisidə tədbirlər Gürcüstan Milli Turizm Administrasiyası, Gürcüstan Müdafiə Nazirliyi və İnnovasiya və Texnologiyalar Agentliyi tərəfindən təşkil olunacaq. Hərbi silah və texnika Palyaşvili küçəsində nümayiş etdiriləcək. Gürcüstanın milli qəhrəmanı Merab Qostavanın abidəsi önünə gül dəstələri qoyulacaq. Mərkəzi meydan və bulvarda uşaq və idman tədbirləri keçiriləcək. Gürcüstan himnini Kutaisinin İosif Gecəğmadze adına kamera xoru ifa edəcək. Axşam isə qala konsert planlaşdırılıb. Müxalif Alyans 26 may aksiyasına hazırlaşır. Onların sözlərinə görə həm Tbilisi şəhər meriyası, həm də Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Rustaveli prospektində nümayiş keçirməyə icazə verilməsə də planlarını dəyişdirməyəcəklər. Nika Gvaramiya bildirib ki, sabah gün ərzində ərazidə səhnə qurmağa və səs avadanlıqlar yerləşdirməyə çalışacaqlar. Onların sözlərinə görə etiraz aksiyasının hansı formada davam edəcəyinə vəziyyətə uyğun qərar veriləcək. Xatırladaq ki, sabah saat 19:00-da aksiya iştirakçıları Universitetin 1-ci korpusu qarşısında toplaşacaq və yürüyüşlə parlament binasına gedəcəklər. Elan olunmuş etiraz aksiyasını Mikhail Saakashvili dəstəkləyir. Keçmiş Müdafiə naziri Baçu Axalayya isə yenidən hakimiyyətin dəyişdirilməsinin vacibliyindən danışıb. Həbsxanada məktub yayan Levan Xabeyşvili də Saakashvilinin çağırışlarına qoşulub. 1700 ildir inanc bizi gücləndirir, sevgi isə birləşdirir. Bu Müstəqillik gününün bu ilki şüarıdır və Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin yubileyi ilə əlaqədardır. Orbeliani meydanı və ətraf küçələrdə müxtəlif tədbirlər keçiriləcək. Burada uşaqlar və idman fəaliyyətləri, həmçinin sərgi və satış yarmarkaları təşkil olunacaq. Günün sonunda isə 26 maya həsr olunmuş qala konsert baş tutacaq. Düşən əzələ distrofiyası xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədi ilə Rustaveli metrosundan hökumət administrasiyasına qədər növbəti yürüyüş keçirilib. Valideynlərin sözlərinə görə tələbləri yerinə yetirilənə qədər hər bazar günü eyni vaxtda və eyni məkanda bu tip etiraz aksiyaları davam etdiriləcək. Onların müalicələrin maliyyələşdirilməsini və xəstəliyin inkişafını ləngidə, həmçinin ömrü uzada bilən dərmanın Gürcüstana gətirilməsini tələb edirlər. Interpolun Avropa üzrə növbəti regional konfransı Gürcüstanda keçiriləcək. Bu qərar İspaniyada keçirilən iclas zamanı qəbul olunub. Səs vermədə Gürcüstan ən çox səs toplayıb. Rəsmi məlumatda bildirilir ki, bu qərar Gürcüstanın hüquq mühafizə orqanlarının Avropa tərəfdaşları ilə səmərəli və uğurlu əməkdaşlığını bir daha təsdiqləyir. Səs vermədən əvvəl Gürcüstan nümayəndə heyəti iştirakçılara polis orqanlarının mütəşəkkil cinayətkarlıq və narkotik cinayətləri ilə mübarizə sahəsində əldə etdiyi uğurlar, beynəlxalq əməliyyatlarda əməkdaşlıq və hüquq mühafizə sisteminin müasir imkanları barədə məlumat verib. 2027-ci ildə Gürcüstanda keçiriləcək konfransda Interpolun baş katibliyi və İcraiyyə Komitəsinin nümayəndələri, eləcə də Avropa ölkələrinin hüquq mühafizə qurumlarının rəhbərləri iştirak edəcəklər. Gürcüstan dövlət sərhədindən miqrant qanunsuz keçirilməsində cəhd, dövlət sərhədinin qanunsuz keçirilməsi və keçirməyə cəhd faktları üzrə İranın 2 vətəndaşı saxlanılıb. İstintaq müəyyən edib ki, saxlanılan şəxslərdən biri idarə etdiyi yük avtomobili ilə digər saxlanılan şəxsi Sarpi sərhəd keçid məntəqəsindən qanunsuz şəkildə ölkəyə keçirməyə çalışıb. Cinayət 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Donald Trump bildirib ki, ABŞ ilə İran arasında mümkün razılaşma onun sələflərinin bağladığı razılaşmalardan tamamilə fərqli olacaq. Onun sözlərinə görə İranla razılaşmaların bütün şərtləri hələ tam müəyyən edilməyib və o heç vaxt pis müqavilələr bağlamır. Trump qeyd edib ki, ABŞ tarixində ən pis razılaşmalardan biri İranın nüvə sazişi olub və bu sənəd Barack Obama və onun administrasiyasındakı qeyri-peşəkar şəxslər tərəfindən imzalanıb. Trumpın fikrincə, həmin saziş İranın nüvə silahı əldə etməsinə aparan birbaşa yol idi. O bildirib ki, hazırda onun administrasiyası tərəfindən İranla müzakirə olunan razılaşma tamamilə fərqlidir. ABŞ dövlət katibi bildirib ki, Amerikaya İranla yaxşı razılaşma əldə edəcək ya da Tehranla başqa yollarla əməkdaşlıq edəcək. Onun sözlərinə görə İranla bağlı mümkün alternativlər nəzərdən keçirilməzdən əvvəl ABŞ diplomatiyaya uğur qazanmaq üçün bütün imkanları verəcək. Dövlət katibi Hindistanın rəsmi səfərinə başlamazdan əvvəl jurnalistlərə deyib ki, Prezident Donald Trump İranla ABŞ üçün əlverişsiz razılaşma bağlamayacaq.
Dünyada neftin qiyməti ucuzlaşıb. Azalma Donald Trumpın Tehranla razılaşmanın əsasən əldə olunduğunu və detalların yaxın vaxtlarda açıqlanacağı deməsindən sonra başlayıb. BBC-nin məlumatına görə dünya bazarında Brent markalı neftin qiyməti 5,5% azalaraq 1 barel üçün 98 ABŞ dollarına düşüb. ABŞ bazarında isə neftin qiyməti 99 dollar təşkil edir. Yaponiya fond birjasında da vəziyyət yaxşılaşıb. Rusiya tərəfindən Ukraynaya həyata keçirilən geniş miqyaslı hücum nəticəsində ölənlərin sayı 4-ə çatıb. Vladimir Zelenskinin sözlərinə görə dron və raket hücumları nəticəsində 100-ə yaxın insan yaralanıb. Təkcə Kiyevdə 30 yaşayış evi zədələnib və ya dağılıb. O bildirib ki, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün konkret addımlar atılmalıdır və ölkəyə raket tədarükü bir gün belə dayandırılmamalıdır.